Belə xanımlar, qaynatan balıq alıb buralara fikir verməyin. Təmizlədik qəşəng üstünün koltuqlarının içini falan. Mən də içini biraz yudum. Amma içində hələ də biraz qaraları qalıb. Bir də təzədən yuyacağım. Baxın belə. Bəziləri getdi. Amma bəziləri getmədi. Bir də təzədən yuyacağım. Onları baxın bu tərtəmiz oldu. Bunda biraz qıraqlarında qalıb. Şimdi dedim birinci bunları yığım. Baxın qəşəng taktikadır. Qaynanam icad edib. Bunu götürüb atayım. Heç yeri bulamadıq. Belə tərtəmiz. Bir dənə də bunun qabağını təmizləyim. Belə xanımlar, buraları qəşəng yığışdırdım. Təmizlədim, limon duzu ilə işə sürtdüm. Limon duzu deyirlər, balıq isnafları, bilmirəm nə dərəcədə doğrudur. Bunları da yudum elə. Doğradım hamısını da indi qaynanamı gözləyirəm, gəlsin, pişirsin. Qaynatam təmizlədi. Mən yudum, biraz təmizlədim. Qaynanam da pişirəcək. Artısı qabar yuyacaq. Belə, qaynanam da pişirdi. Yine bu, yine Instagram'ın mağazasında. Yine de şkafı belə dəyişdi. Belə xanımlar. Qaynanam buranı belə dəyişdi. İndi də keçirdim törədə. Buralar falan yığışdırdı, elədi. Buradan inşallah yay gəlib artıq başlayacağıq burada yeməyə. Ona görə. Yayda bir tərəfdə oturmuruq, bir tərəfdə otururuq. Onun üçün. Burada da bir kibab vardı, onları yudu. Yerine yığdım, bunlar qaldı. Bunları indi yerine yığarım. İsmail de çok ağladı. Nənə sonu vardı heyətə. Mən də namazımı qılım. Düşünürəm indi. Magazinə gedəcəyik. Belə xanımlar, gəldik. Zeydimizin dişi çıxır. Onun üçün təbii qaynanam şeylərini aldı. Belə. Bunları da istağa qoyub. Burada buğda. Bu şeydi. Neydi bunun adı? Yadımdan çıxdı. Kukuruz. Qarğıdalı, buğda. Burada noxuddur. Bir də noxud var. Bunlar deyir ki, tez pişiyor. Qoymadılar. Bunlar gezi pişiriyor. Bunu istağa qoydu. Belə. Gəldik, yığışdırdıq. Yemeğimizi falan yedik. Qaynam yudu. Mən də yığdım yerinə. İsmail de yatdı. Atasının qucağında günorta nə qədər elədim, yatmadı. Magazində yatırdı, inanırsınız. Atası güclə gətirib evə, sonra da yatmadı. İndi atasının qucağında güya telefona baxırdı, yatılı qaldı. İndi mən də dedim, tez bəzər buraları yığışdım, dərmanımı falan atım. Sonra gedim yatdım, İsmail yatmış üçün. Bir də özümüzə filtre almışıq, su filtri belə. Suyu süzürüb, daha sonra çaydan əlavə edirik. Bu su da çox qəşəng ləzzətlidir. Belə, buradası belə açılır. Orada filtrə. Baxın, görürsünüz qırağında. O qədər zizibil çıxır sudan. Baxın, görürsünüz. Bunlar hamısı torpaqdır. Burada qalanlar. Böyle bir şey susuzluq bura. Bu da soğanda qaldı. Burada fikir verməyim buna. Bu da o gün bir magazindən almışım. Qaynam asıb belə göydə. Bura pişiyimizdir. Bura qoyduq deyə. Belə, növbəti gündən hər birinizə salam xanımlar. İndi yadıma düşür ki, mən vlog çəkirdim, yadımdan çıxıb. Deməli, xanımlar, qaynam hədiyə pişirdi. Nə qədər də pişirib. Qazımın üstünə baxmayın, siləcəm. Bunlar pişirəndə daşdı hamısı. İndi çaydanımı yudum. Dünən azelit almışdım. Bir daha bu qədər qazanları, qabları yudum. Bunların hamısı bibim bir qaynatdı. O hədiyin. Ayda. Deməli, qazanları qaynatdım. Çaydanımı azelitlədim. Qazanı qaynatdım. Sonra paltar yuyan bütün başıma apardı. Qazanları yudum. Bibim hamısını ayrı-ayrı pişirdim. Hədiyin. Sonra bir yerə yığdı. Mən də o qabları yudum. Belə. O soğan hələ də qalıb orada. Yemək pişməyə gözləyir ki, yemək pişəndə doğransın içinə. Bunu da yudum, onları da yudum. Orada da
İndi bunları yerine yamaq lazım ama halım yoxdur. İndi ben suyu doldurdum. Bunu da qəşəng yudum. Dünən üstündə su ləkələri falan var idi. Ona göre için zaten falan qəşəng yudum. İndi bu olsun çaydan yudum. Çaydanı da doldurdum. Çaydanı da qaynadım. Yine təngə nəfəs oldum. Ben bir de paltarlar yudum. İndi onları da asacağım. Demiştim mətbəxə yığışdırım. Bugün acil etdiyim ama vaxtım olmadı. Onun için belki getdik Matigilə. Eğitimciyə getdik belki bu hediye vermeye. Zeydə birisine istəyirəm biraz sürpriz edeyim. İnşallah indi neynəsəm çəkərəm. İndi getireyim magazinə Aytaçla. Gedim diş ayrı bir kişi alacağım. Aslında o vaxt İsmail'in diş partisine bir şey qalır. Bayraqdır, ne bileyim salfetka, bir de bayraq, salfetka, bir de süfrə. Süfrə qalır, diş süfrəsi. Gəl. Amma ki şarımız yoxdur. Bir de baxın magazinə görüm ne var dişə ait. Onu alaq gedək. Belə qayalıdan ben bunu aldım, bunu tapdım. İndi burada bir tane de belə şeyler satılan dükkan var. Bir tane de oraya baxaq görüb başqa ne var. Azdır çünkü bu nədir ki? Bu mənə başqa bir tane. Gərək çox şey olsun. Belə, buradan da bir tane bunu tapdım. Belə bir quruyub hər şey yoxdur. Evimiz bu başına. Onu da şarayı doldurarım. Yeşil. Şuraya başlayalım. Şarkısı üfürdük. Böyle oldu. İkişimizi var. İkişimizi var. Bu süfrəni sərdim. Bu da belə. Oranı da elə düzəltdim. Qəşəng. Burada hədiyini də düzəltdim, koydum. Bunu da gəlsin. Anası giyindirsin. Yəni burada qəşəng şəklini seçim belə. Belə balım üçün bir dənə belə şapka aldım. Aslında yaşıl rəngdir. Bunu belə düşə bilmirəm. Tortu da aldıq. Gel, gel sen. Zeynep, ay Zeynep. Müziğin çıktısına bak o yastan. Baba. Hadi gidelim babaya gidelim. Belə xanımlar, siz olmayanda çəkməmişəm. Bir dənə biskvit istədim pişirib. İsmail'e mən hər səhərlər süd verirəm. 2-3 gündür vermədim, südünü kəsdim. Yoldaşım da almışdı. Gördüm süd xarab olur orada, biyaq dedim. İndi ondan bir dənəsini pişirdim. İndi bu da ikincisi. Bunda şey elədim. Kakao elədim özüm üçün. İndi içine de biraz qoz atacağım. Ülviyə xanım var. Onun vlogunda görmüşəm. Daha çox storiesində görmüşəm. Onun reseptiyle eləmişəm. İnşallah yaxşı alınır. Alındı. Xokkaya baxın, birini burada eləmişəm. Qaynanam mənim kakosu sevmir, ona görə. Kakos deyil ama kakao. Ona görə birində özüm üçün eləyirəm. Belə. Ülviyə bacı elə üstünə damla şokolad da atırdı. Amma mənim damla şokolatım yoxdur. Tarım. Ona görə də qoz atdım belə. Çok şişti. İnşallah tatlı geçiyor olar. Şimdi bu pişti. O birisine koydum üstüne. O birisi pişsin. Böyle. Burada da kuşlarımız var. Kuşlarımız da elə yumurtaya gedirlər. Ama yumurtanın hiçbirinden içine çıkmıyor. Sonra da yumurtanı yiyirlər. Belə. Gidək görək kuxlada ne var. Mətbəxdə də qaynanam qabları yuyub. Xlorladı bütün stəkanları. İndi onları silip yerine yapmak lazımdı. Ne bileyim, hani buralar belədir, köçür. Onu da şəklini çəkdim, attım YouTube'a. YouTube izləyicilərim maraqlıydı ki, hədiyyən gəldi, ya gəlmədi. Onu attım ora. Başqa İsmail qışqırır.
Kekslərim də belə hazır xanım. Biri belə oldu, biri də elə oldu. Birini kakao elədim, birini də adi elədim. Dediyim kimi bacımın kanalından gördüm, bəyəndim, xoşum gəldi, mən də eləmək istədim. Belə yarısını qonşuya verdik, yarısını İsmail yedi. İndi buraları da belə yığışdırdıq. Bir dənə bu keksin qabı qaldı, bunu yuyacam, elə çıxdı çünki. Bir də bunları İsmail götürüb oynadırdı, onları da yuyacam. Burada nə var? Burada da İsmail'in yeməyi var. Bunlar da belə qoyaq. Belə hər yerimiz oldu. Gül kimi tərtəmiz, baxın. Dişik təmizlədik. İsmail də belə skuter. Skuter necə sürür İsmail? Qorxur İsmail. Bir də çıxartdığım o dəsmallar falan var. Hamısını atdım. Suda qoydum biraz. İçinə də boz atdım. Dedim biraz suda qalsın o. Şey olsun. Bir də indi İsmail'in paltarlarını yumuşam. Bir də yoldaşımın iş paltarları var. Bu İsmail'in paltarlarıdır. Bunları da yudum. İndi bunları da buralara asım. Qaynanam da axşama tufqa yeməyə pişirir. Belə. Hava daha küləkdir. Yoldaşım iş paltarları yarısı da çöldədir. Görüm o pişib. Pişib nədir? Görüm quruyub mu onlar? Baxın buna. Get çorabı giyin. Hanı çorabın? Çıxma kafenin su soyuqdur. Get. Qaç. Get çorabı nənə giyinmisin. Get. Bugün yenə mama bala gedirik. Qaynanam gözləyir. İndi qaynanam gəlsin. Sumqayıta gedirik. İnşallah bir şey eləyəcəyik. Görüm neynəsəm çəkərəm. İstədim vlogu başladım. Deyirəm vlog, əsas vlogu başlatmaqdır. Sonra çəkmək biraz necə deyərlər, asandır. Əsas vlogu başlatmaq lazımdır. İsmail mənə o qədər tez tələsik ağlayır ki, bilir ki evdən çıxacaq deyə. Necə bağladım şərfimi heç bilmirəm. O qədər ağlayır evdən çıxanda, inanırsınız. Bilir ki gedəcəyəm. Gəlir, durur qapının ağzında, başlayır ağlamağa. Ki gedək. İsmail də belə geyindi. Bugün görüm olsa İsmail'i bərbərə aparacağım. Atası ərköyünlüyü deyir, atası ilə qoymur, ağlayır. Ona görə nənəsi ilə bugün aparacağıq, görək. Saçını kəstirə bilirik İsmail'in. Belə, İsmail sakit durmadı, ağladı. Ona görə mən də orada göstərə biləcəm. Maşına mindirmişəm deyə də ağ maşında İsmail. Biraz sakit dursun. Elə bir heç evdə maşınımız yoxdur. Növbəti gündən hər birinizə salam xanımlar. Bugün dünən çəkmədim videonu. Çünki başım çox qarışdı. Paltar falan axtardıq, elədik, tapmadıq. Onun üçün indi İsmail'i bərbərə getmir, ağlayır. Saçları da çox uzanıb yatanda. Bütün saçı tər olur. Onun üçün ona görə bir dənə uşaq üçün bərbər tapmışam. İndi oraya gedirik. Qaynanamla bir yerdə. Daha sonra da Ülkərbimcilə gedəcəyik. Onda danışarım, niyə gedəcəyik. Çatdıq. Belə bir yerdir. Mickey Kids bərbər uşaqlar üçün. Görə inşallah burada ağlamaz İsmail. İsmail da mor görüb. Kadın serbest kapalı olsun. Sizi buradan at. Buradan at. Gol elə buradan. Aferin. Belə də keşi atar. At. Aferin. İnşallah ağlamaz İsmail. Bir yerdir.
Hə, yaxşı. Atayım. Ali nə yemədin, hanı? Hanı ata? Atası. Ama ben şekil gösterim de şekilde çekeyim. Ataya gösterim. Belə. İndi gedirik. İsmail da buradadır. Saçını kəsdirdiyi axır. Ağlaya-ağlaya, başını falan qata-qata. Amma burada biraz qaldı. O biri bərbərlərdə heç qalmırdı. No deyirdi. Heç qapıdan içəri girmirdi. İndi belə, özümüz biraz dedik ki, çox götürün ki şey olsun. Ne deyirlər ona? Onsa tez uzanacaq. İndi gedək bibimgilə. Belə gəldik, yəni tort aldıq. Üstünə yazırıq, ilk dişim deyə. Şeylər var, belə. Bu da bizim dişimiz. Böyle. Bu da ilk dişim. Bu İsmail, bu Ayaz, bu da İnci. Belə də düzəltdik Calə. Sağ olsun. Bir də o sizə qurban olum, de. İndi şarımız üflü, İsmail eləmə. Bəbən əli ağrıyar. Belə, xəbərsiz gedən qonaqda tapdığın yeyər. Biz də belə bir süfrə açıları yedik. Bunu da Ayaz üçün almışdım, amma biraz böyük oldu. Eyb olmaz.